İnsanın dirilişi, insanın həyatı bu Qurandır. Çünki Allah insan üçün nə xeyirlidir, onu daha gözəl bilir. Hansı şey xeyirlidir, Allah daha gözəl bilir. Çünki səni yaradan Allahdır. Sən də yaradılmısan ki, Allaha itaat eləməksən. Allahın kəlamı da sənin nəfsin doğru düzgünsə, birbaşa sənə təsir edəcək. Cübeyr ibn Mut'imin nəfsi də təmiz nəfsidir, müşrik olsa belə. Amma gözəl nəfsidir. Allah subhanət o nəfsi elə hazırlamışdı ki, artıq vaxtıdır İslam'a gəldi. Muhammed s.ə.v Quran-ı Kərim oxuyur. Əm xuliqu min qeyri şey. Birinci xitab insanın nəfsinə. Yoxsa onlar, insanlar, yerdəkilər, göydəkilər, gördüyün, görmədiyin. Yoxsa onlar heç neydən yaranırlar. Yəni heç neydən birindən oturmuşdum, bir də gördük ki, ortadan bir nəfər də çıxdı ki, dərsə qulaq asmaq istəyəm. Elə ola bilər? Ola bilməz bu. Yəni neydənsə yaranmalısan sən. Həm xuliqu min qeyri şey. Yoxsa onlar heç neydən yarandılar. Birdən özümüzü çörədə gördük ki, lövhənin yanında bir nəfər də var. Mən təzə yarandım, gəldi. Elə ola bilməz. Allah subhanət insanların yaradılmasında çəkdiyi bir yol var. Bir kişi, bir qadın. Bunların halal nikahından sonra övlad olacaq. Belə yaranırsan, neydənsə yaranırsan. Neydənsə sən yaranmalısan. Sonra ikinci sual gəlir. Cübeyr ibn Mut'in fikirləşir ki, subhanallah, mən neydənsə yaranmalıyam da, birdən-birə yağış yağıb yerdən bitməmişəm ki. Əm humul xaliqun, Allah subhanallah nəfsə xitab edən ikinci sual. Yoxsa onlar özləridir, özlərini yaradan. Sən özün yaradırsan, Cübeyr ibn Mut'in deyir ki, mən özüm neydənsə yaranmışam. O zaman mən özüm yaradan döyəm. Çünki mənim atama və anama ehtiyacım olub ki, yaranım. Allah subhanallah iznindən sonra yəni. Yəni, nəsə səbəb olub ki, mən yaranmışam. Deməli, yaradan mən döyəm. Əgər yaradan mən döyəmsə, mənim əlimlə düzəltdiyim o daş, hansı ki, ona ibadət edirəm, və yaxud hansısa bir dəvə, hansı ki, onu mən düzəltmişəm, əlimlə mən yolmuşam, qoymuşam, sən gəlib ibadət edirsən. Deyirsən ki, mən şəfa ver. Sən özün yaranmışsan, onu da özün düzəltmişsən, özün düzəltdiyi necə ibadət edirsən? Cübeyr Mut'imin başında fırlanan suallar. Çünki tavaf eləyəndə onların öz pirləri var idi yaxı, Kəbənin ətrafına qoymuşlar, filan pir, filan pir, filan pir. Muhammed s.ə.v o pirləri götürdü, dedi ki, Allah var, tək Allah'a ibadət elə. Səni daş yaratmayıb, səni dəvə yaratmayıb, səni filan şey yaratmayıb, bunlar yaratmayıb, get əli sürt, üzülsün, bunu sən düzəltmirsən. İndi bizim insanlar o şeyə satıblar ki, kitayın düzəltdiyinə gedib əl-zat sürtürlər. Hansı ki, heç müsəlman düzəldim, deyim ki, müsəlman istehsalı olsa deyim, hə. Kitay düzəldir bu boyda gör şey, sən də as üstündən ki, göz mıncığıdır. Kitay elə özünü assın, orada zəlzəli olmasın da, batsınlar, batmasınlar da, elə özlərini assınlar da, gətirib sənin üstündən assınlar. Sonra Cübeyr ibn Mut'im ayənin sonunu yenə də qulansır. Deyir, mən yaradan döyəm, mən bunu bacarmam. Allah subhanət bundan daha böyük bir suallar verir Quran-ı Kərimdə. Yoxsa onlar göyləri və yeri yaradıblar. Göyü sən yaradırsan. Yoxsa yeri sən yaradırsan. Yoxsa dağları sən dikəldirsən. Yoxsa dənizi sən qurmaz eləmirsən. Sən eləmirsən bunları. Kim eləyir bunları? Göstərsin. Bunları eləyən kimdir? Bəsdir, bəsdir. Bir dənə də sual gəlir. Yoxsa Allahın xəzinələri, Allahın mülkü onların yanındadır. Allahın mülkü sizdədir. Yox. Deməli, hər şey Allahdadırsa, ibadət olunmağa daha layiq olan kimdir? Deməli, Allah. Cübeyr ibn Mut'imin ürəyi sinəsindən çıxır. Bilsən niyə görə? İstəyir ki, Muhammed s.ə.v namazı tez qutarsın. Desin ki, əşhədu ən la ilahə illallah. Şəhadət verirəm ki, Allahdan başqa ibadət olunmağa haqqı olan nə bir qəbir var, nə bir pir var, nə bir adam var, nə bir daş var, nə bir dəvə var. İbadətə haqqı olan yalnız Allah var. Ürəyi sinəsindən çıxır ki, bir kəlmə bunu deyərdi Muhammed s.ə.və ki, sən haqsan. Sən həqiqətən də Allahın Rasulusan. Heç bir kəs bu cür şeir yaza bilməz. Çünki o bu şairdir axı. Şeiri şeirdən bilir axı. Musa aleyhissalam öz qövmünə gələndə hasasın yerə atır. Sehirbazlar niyə görə səcdə edirlər? Onların atdığı hasalar da ilana dönür də, əjdahaya dönür. Musa aleyhissalam da hasası olur əlində, atır yerə. O da əjdahaya dönür. Fironun sehirbazları sehiri bilirdilər. Və bilirdilər ki, bu sehir deyil, bu həqiqətdir.
Onun üçün onlar səcdə edilər. Dedilər ki, biz Musaya və onun qardaşı Harunun Rəbbinə iman edik. Və bu da şairdir, axı, sözü sözdən seçə bilir. Dedi ki, bu adam sözüdür, insan sözüdür. Bu Allahın kəlamlarıdır, onun üçün iman edirəm. Başa qardaşlar, ibadət olunmaq, tohidin, oxuyacağımız tohidin məqsədi budur. Bax ki, Cübeyr ibn Mut'imən, yəni hər bir zaman, tarix yaxud hər bir zamanın hadisəsi yenə təkrar olunur, yenə təkrar olunur, hər bir zaman. Bilməyən, qıraqdan. Muhammed s.ə.və nə deyirdi? Deyirdi, sehirbazdır, deyirdi, insanlar bir-birinə düşmən eləyir, deyirdi, pis yola çağırır. Eyni şey hər bir zaman üçün təkrar olunur. O gün Muhammed s.ə.və deyirdilər, bugün onun ardıcılarına deyirlər. Amma bir dəfə gəlib oturub baxmır ki, sən nə danışırsan? Rübeyr Mut'im görsən, qulağına pambıq tıxamışdı. İndikilər nədir? Deyir ki, ora gezməyin. Ay, pisdir. Neyi pisdir? Say pisi. Sigaret çəkməyəsən, araq içməyəsən, söyməyəsən, davə eləməyəsən, oğurluq eləməyəsən, zina eləməyəsən, nə bilim, kiminsə malını oğurlamayəsən. Deyirlər, bu pisdir. Gedməməz. Yəni, Muhammed s.ə.v-in yanına da getmə deyirlər, belə şeylər atırlar, iftiralar atırlar. Amma görürsən, bir dəfə getdi, gördü şeylə deyil axı. Nə deyir ki burada? İnsanların deməli nədir? Vaxt keçdikdə nəfs dəyişir. İnsanın içərisində tərəzi, Allah subhanətələ insanın elə yaradıb ki, insanın içərisində bir tərəzi var. Bu nə tərəzisidir? Bu, yaxşı ilə pisi seçmə tərəzisidir. Muhammed s.ə.v bu tərəzinin daşlarını da bizə verib ki, hansı gözünə qoysun, nə biləsən ki, yaxşıdır, pisdir. Rasulullah s.ə.v deyir ki, yaxşını və yaxud pisi bilməksin. Pis odur ki, sənin nəfsündə ona qarşı tərəddüd olacaq. İnsan əlində pul, mağazinə gedib bir kilo pəsox alanda qorxu hissi keçirdir ki, ayda mən pəsox almağa gedirəm. Kimsə qorxur pəsox almağa gedəndə. Amma gecə vaxtı o pəsoxu oğurlamağa gedəndə qorxur, tərəddüd var içində, əsmə var. Deməli, bilirsən də pisdir. Əgər içində o əsmə varsa, gündüz də pəsox almağa gedirsən, amma halal yoluna qorxmursan. Amma gecə, oğurluğa gedəndə bilirsən ki, içində nəsə var da, qorxursan. İkincisi, tərəzinin ikinci daşı olur. İnsan istəməyəcək ki, o əməlin insanlar görsün. Əgər bu iki şey sənin içində varsa, deməli, həmin əməl pis əməldir. O əməli eləmə. Deməli, pisdir o. Birincisi odur ki, sənin qəlbin rahat olmayacaq o şey. Biləsən ki, bundan nəsə var da, şübhəli olasın. İkincisi, odur ki, istəməyəsən ki, insanlar görsün səni. Başa şu ləhlər, deməli, dedik ki, iki dənə haramı bilməyin şərtləri var. Hansılar dilman? Tərəddüd olacaq. İkincisi, heç kəs bilməsin. Tərəddüd elə narahat deyilmə. İstəyərsən ki, heç kəs onu bilməsin. Deməli, İbn Kəsir Rahmanullah deyir ki, Allah Subhanahu orada xatırladır ki, göydən yağış endirdi, yerdən bitki bitirdi, süzün üçün roza elədi və deyir ki, bunları sayından sonra. Yəni, bunları edən ibadət olunmağa daha layiq olandır. Və insan ən birinci Allah Subhanahu tanımalıdır. Allah Subhanahu tanıyandan sonra Allah Subhanahu necə ibadət edəcəyini bilməlidir. İkincisi. Birincisi nədir, qardaş? Allah Subhanahu tanımalıdır, Rəbbin tanımalıdır. İkincisi şeyh nədir? Allah Subhanahu ibadəti öyrənməlidir ki, Allaha ibadəti necə eləyəcək? Tək Allaha ibadəti necə olacaq? Bu ikincisini bilmək üçün Muhammed sallallahu aleyhi ve sellem'i tanımaq. İkincisini bilmək üçün, ikincisi hansı edilmək? Allaha ibadəti necə edəcək? Onu bilmək üçün sən Muhammed sallallahu aleyhi ve sellem'i tanımaq. Muhammed sallallahu aleyhi ve sellem'i tanımaq üçün neyi bilməlisən? İslam dinini bilməlisən. Deməli, buradan qayda çıxır. İnsan üç şey bilməlidir. Hər bir müsəlman üç şey bilməlidir. Birinci, Allahı tanımalıdır. İkinci, Muhammed sallallahu aleyhi ve sellem'i tanımalıdır. Üçüncü, bu dini dəlillərlə öyrənməlidir. Üç əsas. İslam şəriətində buna üç əsas deyilir. Üç əsas var ki, hər bir müsəlman bunu bilməlidir. Azadxan da, hansılardır? Birinci, Allahı tanımalıdır. Muhammed s.ə.v-i tanımalıdır. Niyə görə Muhammed s.ə.v-i tanımalıdır? Allaha necə ibadət edəcəyin ondan öyrənsin deyə. Üçüncü, dini dəlillərlə öyrənməlidir. Tohid də bax budur. Bizə Allah s.ə.v-i öyrədəcək,
bizə Muhammed s.ə.v öyrədəcək, sonra bizə dinimizi dəlillərlə öyrədəcək. Allahın iznilə təvhid dərsimizdən